Ermənistan işğalçı dövlətdir. Və bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq, bizim işimiz haqq işidir və biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Zəfər. Bu söz təkcə qələbə anlamı daşımır. Həm də 30 illik həsrətin, göz yaşının, dözümün və inamın nəticəsidir. Qarabağ torpaqları azad ediləndə yalnız səngərlər deyil, insanların ürəkləri də işıqlanmışdı. Bu torpaqların hər qarışı, hər daşının altında bir həyat, bir xatirə, bir şəhid adı yatır. Azad Qarabağ bugün təkcə bərpa olunan evlər və ya yollar demək deyil, həm də illərlə aparılan informasiya mübarizəsinin, dünyaya çatdırılan həqiqətlərin nəticəsidir. Ermenistan, Azerbaycan bir kez daha hedef aldı. Fighting between Azerbaijan and Armenia. O mübarizədə isə qələmi ilə döyüşən insanlar vardı. Onlardan biri də Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev idi. Qarabağ mövzusu Umud Mirzəyevin həyatının və fəaliyyətinin əsas xəttidir. Onun üçün bu məsələ sadəcə bir mövzu deyil, taleyidir. Həmvətənlərimin, mənim əqrabalarımın içərisindəki o ruh yaşayır. Çünki o işğalın ağrısını doğulduğu torpaqda, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndində illərlə vətən həsrəti ilə yaşamış bir insandır. Taleyinə məcburi köçkünlük yazılmışdı. Amma o bu taleyə boyun əymədi. Əksinə onu missiyaya çevirdi. Umud Mirzəyev hələ 1-ci Qarabağ müharibəsi illərində, 1990-cı illərin əvvəllərində ölkənin ən qaynar nöqtələrində idi. Ağdamdan Şuşayadək, Laçından Füzuliyədək bütün cəhbə bölgələrinə səfərlər edib, xarici diplomatları və jurnalistləri oraya apararaq onları yerli əhali ilə, keçmiş qaçqın və məcburi köçkünlərlə görüşdürüb. O həmin dövrdə insanların göz yaşlarını, dağıdılmış evlərini, viran qalmış kəndlərini görür, onların dərdini öz dərdi kimi yaşayırdı. O vaxtdan onun üçün Qarabağ ağrısı təkcə milli məsələ deyil, insani məsuliyyət oldu. Umud Mirzəyevin rəhbərliyi ilə Estoniyadan, Baltikyanı ölkələrdən və Avropanın müxtəlif dövlətlərindən gələn jurnalistlərin Qarabağ bölgəsinə səfərləri təşkil edildi. Beynəlxalq Avrasiya Mətbuat Fondu həmin dövrdən etibarən Azərbaycanın haqq səsini dünyaya çatdırılması üçün mübarizəyə başladı. TRT Baş Assambleyasının 72-ci sessiyası plenar müzakirələrini başlamışdı. Mübarizə dövründə BANF nə bir gün, nə bir il Qarabağ məsələsinə biganə qalmadı. Fondun fəaliyyəti informasiya cəbhəsində ön xəttdə idi. Beynəlxalq tribunalarda, BMT kimi nüfuzlu kürsülərdə Qarabağ həqiqətləri səsləndirilirdi. Umud Mirzəyev bu illər ərzində təkcə bir rəhbər kimi yox, həm də bir müharibə şahidi kimi çıxış etdi. Çünki onun ağrısı təkcə xalqının deyil, öz ailəsinin ağrısı idi. O atasını da işğaldan azad olunmuş torpaqlarda, doğma kəndində, illərlə həsrətini çəkdiyi torpaqda telefon işığında dəfn etmişdi. Bu səssiz, amma mənalı dəfn həm Umud müəllimin şəxsi həyatında, həm də Azərbaycanın torpaqla olan mənəvi bağında unudulmaz iz buraxdı. Zəfərə gedən 44 günlük vətən müharibəsi BANF-ın tarixində yeni mərhələ oldu. Sentyabrın 27-sində müharibə başladığı anda Umud Mirzəyev qələmini silahı kimi əlinə alıb birbaşa cəhbə bölgəsinə yollandı. Azərbaycan xalqının qarşısı alınmazdı. Yəni biz həm beynəlxalq cəmiyyətdə də öz sözümüzü, öz haqlı mövqeyimizi sübut elədik. O və BANF kollektivi Gəncə və Bərdə terrorlarının, raket hücumlarının, dağıntılarının, mülki əhalinin ağrısına şahidlik etdi. Amma bu dəfə o təkcə şahid deyildi. Azərbaycanın haqq səsini dünyaya çatdıran ön cəhbə müxbirlərindən idi. Fondun təşəbbüsü ilə dünyanın aparıcı media qurumları Əl Cəzirə, BBC, TRT və digər beynəlxalq telekanallar Qarabağdan canlı reportajlar təqdim etdilər. Müharibədən sonra Beynəlxalq Avrasiya Mətbuat Fondu öz missiyasını
yenə sülh və bərpa istiqamətində davam etdirir. Fondun təşəbbüsü ilə kəhlizlərin və bulaqların bərpası, minalardan təmizlənmiş ərazilərdə həyatın bərpası, dayanıqlı inkişaf və böyük qaydışa dəstək layihələri həyata keçirilir. Fond həmçinin qadın mina təmizləyənlərin fəaliyyətini də önə çəkərək onların qəhrəmanlığını ictimaiyyətə tanıtdı. Bugün Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkil etdiyi səfərlərlə beynəlxalq təşkilatların nümayəndələri, səfirlər və media təmsilçiləri Azad Qarabağa səfər edir, 30 il öncə əl çatmaz olan torpaqlarda gəzir, gözləri ilə həqiqətləri görürlər. Əgər o illərdə Umud Mirzəyev xarici jurnalistləri Qarabağa min bir çətinliklə aparırdısa, bugün həmin torpaqlara fərəh və qürurla qayıdır. Son 30 ildə bəlkə də bu qədər sevincli, bu qədər belə qürurlu günlərimiz olmamışdı. Həsrət qalmışdı bu yerlərə. Ayaqlarımız son 30 ildə bu yerlərə dəyməmişdi. Çünki bu torpaqlar artıq azaddır. Bu azadlığın informasiya mübarizəsində Umud Mirzəyev və onun rəhbərlik etdiyi Beynəlxalq Avrasiya Mətbuat Fondunun da payı vardı. Mən tez-tez BMT-nin baş ofisində tədbirlərə qatılıram. Mən sizin orada ilk gündən çıxışlarınızı qürurla izləmişəm. Yəni elə o duruşla, o qamətlə bu 44 gündə də o mesajları dünyaya verdiniz və sizin o mesajlarınız ölkəmizi bir daha tanıtdırdı beynəlxalq cəmiyyətə. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır.